Günlərim alan tablonu sökdüm. Part 2-nin gecikmə səbəblərindən biri əziyyətlə hazırladığım tablonu 1 dəqiqənin içərisində sökməyim oldu. Ancaq ikinci dəfə hazırladığım ilkindən daha yaxşı alındı məncə. Burada penoplastı bıçağı isidib kəsməyimi deyən xanıma bir daha təşəkkür edirəm. Ətrafa səpilmədi onun məsləhəti sayəsində. Bu işdə məni ən çox yoran, açığı deyim, saat mexanizmasını quraşdırmaq oldu. Digər işlərin hər birini çox rahat şəkildə hazırladım. Çünki mexanizmanı qızılı rəngdə almışdım və onu qara rəngləməyə məcbur idim. Qızılı rəng uyğunlaşmırdı. Üzərindəki gipsi də qırmadan əqrəbləri bərkitmək biraz çətin oldu. Ancaq nəticə açığı mənim çox ürəyimcə oldu. Əgər videonu bəyənsəniz, belə videoların davamı üçün məni izləməyə almağı unutmayın. Növbəti işlərdə görüşənədək. Hələlik.